Salam dəyərli şagirdlər, 9-cu sualın həllinə baxaq. Bizə verilib ki, f2 - -3 bərabərdir bu ifadə olarsa, f5-i tapın deyir. Bizdən f5-i soruşur. İlk öncə, yəni nəyə fikir verək burada? f5, bu qiymət nə vaxt 5 olur? Verilən ifadəni 5-ə bərabər edək. Buradan 2x olacaq 8, x olacaq 4. Yəni belə başa düşürük ki, burada x-in yerinə mən 4 qoysam, f5-i tapıram. X-in hansı qiymətində f5 olursa, burada verilən x-ların da yerinə həmin ədədi qoymalıyıq. O zaman olacaq f5 bərabərdir. Bu ifadə x-in yerinə neçə qoyduq? 5 aldıq, 4-ü. Deməli, bu ifadə 4 yerinə yazılmalıdır. Olacaq 4-ün kvadratı, çıx 6 vur 4, üzərinə gəlsin 4. Buradan f5 nəyə bərabərdir? 16 çıxılsın 24, üzərinə gəl 24. Buradan da f5 olacaq, deməli, -4. Yəni B variantı.